əgər bir oruç tutan bir dənə o başlanda inna ənzəlna oxuya, oruca başlayanda, bir də iftarda bir dənə inna ənzəlna oxuya bu surəni, bu iki inna ənzəlnanın arasında Allah ona qanına boyanmış şəhidin savabını yazır. Allah qonaqlığı nədir olar? Oturubsan evində qəşəng, başın salamat, qolun salamat, qıçın salamat. Amma o ürəyinə güllə dəyən, başına güllə dəyən şəhidin savabını verir. Dəvət eləyib bizi. Ya əyyuhəl-ləzinə amənu. Çağırıb möminləri. İndi çağırıb, o onun ikramıdır, o onun ehtiramıdır.